Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Habibina ve habibi ilahil alemin. Ebil Kasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve al Muhammed. Ve ala ahli beytihi teyyibine tahirin. Siyyemel hacca beqiyetillahi fil aradin. Ve la'nu ala a'daihim ecma'in ila qiyavmi yevmiddin. Amma ba'd, qâlallâhul hakim fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yassirli emri vahlul uqdeten min lisani yefqahu qavli. Sadaqallahul aliyyul azim. Usikum ve nefsi bi tegvallah. Sizi ve özümü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala bu cümə gününün xeyrindən, bərəkətindən inşallah ki bizləri əli boş yola salmasın. Allah Teala bu əza günləridir ki, xanım Fatimə Zəhra salamullah aleyhanın bu günlərin savabını inşallah ki axirətdə nami əməlimizə həbd o zəbt eləsin inşallah. Bir mövzuya toxunmaq istəyirəm. İnsanın Allahla olan münasibətləri, insan ki Allahla istəyir ki münasibət də olsun, istəyir ki Allahla əlaqəsi olsun, mütləq ictimai münasibətlərdə həmin məsələ özünü göstərməli daha doğrusu. İnsanın dindar olması, mömin olması, onun təkcə səcdələrinin çoxluğunda, ibadətlərinin çoxluğunda bəlli olmur. Bir insan mömindir, bir insan dindardır, iman əhlidir. Olması onun ibadətinin çoxluğu ilə, onun səcdələrinin çoxluğu ilə ölçülmür. İnsanın möminliyinin səviyyəsi, insanın möminliyinin, dindarlığının səviyyəsi onun başqaları ilə münasibətində özünü göstərir. İmam Səccad əleyhissalamın bir kitabı var, Risalətül Hüquq kitabı, İslamda hüquq risaləsi. İnsanın həmin o kitabda, biz də bəhs eləmişik o kitabdan, müəyyən mövzular var. Buyurur ki, o kitabda insanın bədən üzvləri qarşısında haqları nədir, ondan danışır. Məsəl üçün, əlin haqqı, qarnın haqqı, gözün haqqı, qulağın haqqı o kitabda yazır. Sonra insanın başqa insanlarla olan münasibəti, insanın digər olan haqlarından bəhs edir o kitab. Başlayır, qeyd edir. Özdə hədislərlə, Quran ayələri, hədislərlə başlayır insanlara orada digər haqları başa salmağa. Möminlik özünü iman gətirmək, özünü göstərir. Bunu yadda saxlayaq. Təkcə ibadətdə yox. Möminlik özünü göstərir başqa insanlarla ünsiyyətdə, münasibətdə, haqq, hüquq məsələlərində. İman səviyyəsini güclü kimi göstərən məsələlərdən biri də haqq, hüquq məsələləridir. İman praktiki həyatda özünü, belə deyək, hər münasibətdə göstərəndə bəllidir ki, həmin həqiqətən imandır, səmimi olaraq ixlasdır, imandır. Yoxsa mücərrəd bir anlayışdır. Məsəl üçün, iman anlayışı özlüyündə mücərrəd bir anlayışdır. Yenə də təkrar edirəm, bütün abstrakt sayılan mücərrəd anlayışlar praktiki həyatda özünü göstərməyincə mücərrəd olaraq da qalır. Məsəl üçün, biz iman haqqında danışırıq, deyirik ki, Allah Teala buyurur ki, Quran-ı Kərimdə, ey iman gətirənlər, Allaha inanın, iman gətirin və yaxud da belə ayələr var. Ümumiyyətlə, iman nə deməkdir? Biz bunu praktik olaraq həyatda görməsək, kimdəsə bu cilvələnməsə, bizim üçün bu elə mücərrəd anlayış olaraq da qalır. Ona görə də iman o vaxtı iman olur ki, onu biz ictimai münasibətlərimizdə göstərək.
Ziyarət o zaman insana təsir eləyir ki, o ziyarətə gedən insan insanlarla münasibətdə özünü düzgün şəkildə belə deyə tanıtdıra bilir. Məsəl üçün, biri Məşədidir, Allah canı sağ eləsin, biri Kərbəlayıdır, biri Həcidir. O insanlarla düzgün münasibət qurmayanda onun o elədiyi ziyarətin ona heç bir xeyri olmur. Çünki məsələ o idi ki, bu iman özünü orada göstərməlidir ki, ictimai münasibətlər düzgün olmalıdır. Belə görürsən ki, dindardır, namaz qılandır, ibadət əhlidir. Bizdə bir söz deyirdi ki, yox, bu ibadət əhlidir, gözəl insandır, Allah canı sağ eləsin, amma dili zəhərdir. Artıq onun o mənfi xüsusiyyəti o boyda belə deyək, ibadətin üstün örtdü. Ona görə buyurur ki, iman gətirmək, ümumiyyətlə iman anlayışı ibadətin çoxluğu ilə, səcdənin çoxluğu ilə deyil. İnsanlarda ictimai münasibətlərdə özünü göstərməlidir. O vaxta qədər, göstərməyənə qədər o mücərrəd olaraq da qalacaq, abstrakt olaraq qalacaq biz üçün, mücərrəd bir anlayış. Din o zaman dindir ki, gəlir iman özünü göstərir bizim bir-birimizlə münasibətlərimizdə, bizim bir-birimizlə olan ünsiyyətimizdə. Orada görünür ki, bu nə qədər imanlıdır. Deyir, bayaq dediyimiz kimi, deyir, yaxşı mömin adamdır, amma həyat yoldaşını incidir. Deyir, yaxşı mömin insandır, amma həyat yoldaşını incidir. Harada mömin deyə bilərsən buna? Yox. Məsəl üçün, mömin insandır, məsciddədir, sinə vurur, mərsiyə deyir, özünü qoşur ağlayanlara ağladır, amma gedir ailədə bədəxlaqdır, bədrəftardır. Valideynini incidir, atasını, anasını, həyat yoldaşını, uşaqlarını incidir. Bu möminliyin göstəricisi olmadı. Bu sadəcə bizim özümüzü, həmin o insanın özünün aldatmasından başqa bir şey deyil. Çünki Quranda ayə var, ibadət, namaz haqqında. Allah Teala buyurur ki, namaz həqiqətən insanı neynir? Çirkinliklərdən çəkindirir. O namaz ki, insanı çirkinliklərdən çəkindirməyəcək, onun heç bir xeyri olmayacaq. Əyilib qalxmaqdan başqa insana bir şey yox. O oruc ki, insanı ictimai münasibətlərində özünü büruzə verməyəcək, az qalmaqdan başqa bir şey deyil o. Özünü göstərməlidir. O əzadarlıq məclisinə ki, gəlir, burada bilir, başa düşür, mariflənir, sinə vurur, amma gedir, kənarda ictimai münasibətlərini düzəltmirsə, o sinə vurmağın, göz yaşı tökməyin ona heç bir xeyri olmayacaq. Din, iman, o zaman imandır ki, gəlsin, özünü göstərsin adi ünsiyyətdə. Adi bir danışıq mədəniyyəti olsun, bir salam vermək mədəniyyəti olsun. Və bunu da göstərməlidir. Hərdən dindar insanlardan elə davranışlar görürsən ki, heç bir insan özünə sığışdırmaz o davranış eləməyə, o belə deyən nalayiq hərəkəti eləməyə, o üzr istəyirəm, o namərdlikləri eləməyə. İman özünü bu şeylərdə göstərməlidir, mürüvvətdə göstərməlidir, ünsiyyətdə göstərməlidir, başqalarına mərhəmətdə göstərməlidir, başqalarının hüququna riayət eləməkdə göstərməlidir. Bir söz deyim sizə, biz bəzən imanı kilo ilə ölçürük, kilo ilə və səhv eləyirik. Məsələn, deyirik ki, filan kəs 20 dəfə həcdə olub, filan kəs, nə bilim, 25 dəfə, 15 dəfə Kərbəlada olub, filan kəs 30 dəfə Məşəddə olub. Bəhbə, nə gözəl, ağız dolusu danışır insanlar, mömin adamdır. Deyir, o deyil. Filan kəs möminə bir xanımdır. Deyir, möminə xanım olmağı, onun həyat yoldaşı ilə davranışından keçir. Bir dəfə demişdim bunu. Möminə xanımdır, Hacı xanımdır, Kərbəla xanımdır, Məşədi xanımdır, evdə tapılmır. Kişi qazan xörəyinin üzünə həsrət qalıb, dönərdən yiyir, başını qatışdırır, bayırda, bacaqda. Evdə tapılmır. O ziyarət, bu ziyarət, o məclis, bu məclis yaxşıdır, ziyarət də yaxşıdır, məclis də yaxşıdır, amma həddində, hüdudunda. Və yaxud da kişi olsun elə, fərqi yoxdur. Yəni, insanlar ailədən möminlik özünü hər bir yerdə göstərməlidir, xüsusən də ailə münasibətlərində. Yəni, insanlarla ünsiyyətdə.
övladla ünsiyyətdə, ata-ana ilə, valideynlə ünsiyyətdə, həyat yoldaşı ilə ünsiyyətdə. Burada göstərmir özünü. Deyir, bir insan var idi, deyir, həccə gedəcəkdir ki, artıq çantalarını yığmışdı, həccə gedirdi, Həddad adında biri var. Kərbəlaya gedənlər görüblər. Orada səhv eləmirəmsə, onun məzarıdır ya ziyarətgah olmalıdır. Əllamə Qazinin tələbəsidir. Deyir, özünü çatdırdı, ona söz deməlidir ona. Nəsə olur, ziyarətə gedən insanın deyir ki, ziyarətin burada göstərməlidir özünü. Sən hazır olmağı burada, nəsə acılayır onu, belə bir məsələ olur, çoxdan olub, yadımdan çıxma məsələ. Bu məsələlər hamısı iman, ibadət, itaət, səcdə, dindarlıq, fərqi yoxdur. Bunlar hamısı insan həyatında özünü praktiki olaraq büruzə verməlidir. Bir insanın mömin olmağını bilmək istəyirsənsə, səcdələrinin sayına baxma. Onun ibadətinin çoxluğuna baxma. Deyir, onun əmanətdarlığına bax. Gör, bir şey verəndə əmanət çıxa bilir. Düz danışmağına bax. Şərikliyinə bax. 2 nəfər şərik olanda bax, gör, mömindirlər, yoxsa yox. Möminlik şəriklikdə bax, özünü göstərir. Səcdənin çoxluğunda yox. Bax, danışanda gör, düz danışandı, yoxsa yox. Bax, əmanət tapşıranda düz eləyir, yoxsa yox. Borc verəndə, indi olur da, bir də görsən, insan sıxıntıya da olur. Bəzən olur ki, o borcu qaytarmamaq da olur. İnsandır da, düşür sıxıntıya, alır borcu qaytarmamaq da olur. Və görürsən ki, borcu verən düşür o borcaların dalıcan. Zəng eləyir, telefonunu açmıyor. Telefonunu söndürür. Yoxdur. Deyir, bir dənə sözdür, kişi kimi düzündür ki, indi yoxdur, məsələn, 1 ay sonra verəcəm. Dayı, cəmaatı salım öz dalınca. Deyir, o biri var idi, gəldilər ondan pul istəyirdilər, elə bu yaxın zamanlarda olur, ruhanilərdən bir də. Deyir, gəldilər, dedilər ki, mən filan qədər pul lazımdır, qayıt dedi ki, valla pis adamam. Deyir, verib pis olmaqdansa, elə bu başdan deyirəm ki, pis adamam. Valla pis adamam. Var, vermirəm. Çünki deyir, sonra başıma bu oyunlar gəlir. Dindarlıq bu şeylərdə özünü göstərir. Allah hayküyə baxmır. Nəmini diqqətdə olun. Allah heç vaxt hayküyə baxmır. Bizim kimi deyil Allah. Biz hayküyə baxırıq bəzən. Filan yerdə, məsəl üçün, filan kəs, orada toplantı var, haykü düşüb, orada nə məsələdir? Gedim, mən də qoşulum. Allah hayküyə baxmır. Ləbbeyk, ləbbeyk, baxır, qışqırırlar, deyir, nə qədər hacı var həcdə. Həzrət Əleyhisselam deyir də, səhvimizə Peyğəmbərə, deyir ki, nə qədər? Həzrət buyur ki, mə əksərər dəcic və əqəlləl həcic. Deyir, səs-küy çoxdur, hacı yazdı. Ləbbeyk, Allahümmə ləkə ləbbeyk. Kəbənin başında fırlanırlar. Deyir, maşallah, nə qədər hacı var? Deyir ki, mə əksərər dəcic. Hayküy çoxdur, hacı azdır. Əsas ziyarət eləyən azdır. Həqiqətən bunun haqqını tanıyıb ziyarət eləyən azdır. Bir nəfər var idi, deyir, Zunnuni Muri adında. Sufi məslək adamı olub bu. Deyir, qarlı havada, deyir, çıxıb, görür ki, bir dənə yəhudi buğda səpir. Buğda səpir. Deyir, qarda buğda səpməzlər ki. Qarda, deyir, buğda səpməzlər. Qarlı havada buğda əkməzlər. Bu buğdanı nə üçün səpirsən? Deyir, bir dənə ayədə Allah Teala buyurur ki, İnnəmə yətəqabbəlullah minəl muttəqin. Allah muttəqilərdən, təqvalılardan qəbul eləyər. Edir daha doğrusu. Bu da baxır, deyir ki, Allah gördü də, sevdi də. Bəzən bir dənə buğda tökmək, heç deyir, əkmirəm də quşlar üçün səpirəm. Quşlar üçün belə buğda verməyi Allah dəyərləndirir. Çünki
İnsanın bu hərəkətində Allaha əsas olan meyar budur. İnsanın bu hərəkətində egoizm yoxdur. Ego hissi olmadığına görə, tam səmimiyyətinə, yəni özündən başqasını düşündüyünə görə qəbul edir və sevir. Allah bu halın müştərisidir. Baxmır, orada buğda tökürsən, neynirsən, deyir, adamın içində, fitrətində gör nə qədər təmizliyi var ki, o canlıların dərdini çəkir. Qarlı hava deyəcək, indi onlar yemək tapa bilmir, bu da çəpir. Bax, iman budur. İman özünü bu yerlərdə göstərir. İman budur ki, başqaları səni görəndə sevinsin. Bacardığın qədər şad eləyəsən insanları, sevindirəsən, qulluq eləyəsən, xidmət eləyəsən. Əlin açıq olsun başqalarına qarşı. Onu bacarmırsansa, bir təbəssüm eləyəsən. Həzrəti Peyğəmbər, bilirsiniz də, məşhurdur. Məkkədən Mədiniyə köç edəndə bu sədəqə ilə bağlı Məkkəlilər biraz narahat oldular. Sədəqə ilə bağlı danışanda dedi ki, ya Rəsulullah, biz təzə keçmişik, heç bir dolanışığımız da yoxdur. Bütün nə məşğuliyyətimiz var idi, Məkkədə qaldı. Biz məsəl üçün oruç tutanda evdə iftara bir xurmanı 2-3 yerə bölürük ki, hamımız belə deyək, onunla iftar eləyək. Qayıtıdır ki, malınız, pulunuz yoxdur. Bəs bir xoş sözünüz də mi yoxdur, bir təbəssümünüz də mi yoxdur, gülər üzünüz də mi yoxdur ki, sədəqə eləyəsiniz? Onu başa düşdük. Nəfs burada daha çox əzilir. Səcdəni çoxaldmaqla nəfsi əzmək istəyirsən, bir mübahisədə dinən ki, mən haqsızam. Haqlı ola dinən ki, haqsızam. Mübahisə eləyir biri sənə, sən haqlısan, o haqsızdır əsl həqiqətdə. Sən dinən ki, mən haqsızam. Bir dəfə dilimiz sılsın, deyək, haqlı ola, biz haqlı ola, deyək ki, mən haqsızam, sən haqlısan. Bu nəfsi əzəm budur. Səcdənin çoxluğu, ibadətin çoxluğu deyil. Haqlısan, deyilən ki, üzr istəyirəm, mən səhv eləmişəm. İnsanlıq budur. Din budur, iman budur. Yoxsa insan düşür, deyir, yox, nəyin bahasına olursa olsun, saatlarla bir görürsən, söz mübahisəsi, dil mübahisəsi eləyəcəm ki, mənəm düz, sən səhvsən. Bu İslam deyil, bu dindarlıq deyil, müsəlmanlıq deyil. Mübahisədə dala çəkilmək, haqlı ola, özünə haqsız demək, budur. Bir yerdə gəlir ki, 3 gündən artıq deyir, 2 mömin küslü qalsa, ikisi də dindən çıxıb. Dedilər, necə dindən çıxıb, ya Rəsulallah? Ay Allahın Peyğəmbəri, haqlı olan da dindən çıxıb. Bəs haqlı olan neynəsin? Bu mübahisədə biri haqlıdır, biri haqsızdır. Deyir, heç haqlı olan geçsin, desin ki, mən haqsızam, üzr istəyirəm. Dünya dağlar, dünya dağılmayacaq, dayda ucalacaqsan. Başlayacaq Allah Taala işləri bilir səhmana salmağa. Allah sənin haqq olduğu dünyaya bəyan eləməyə. Allah sənin haqq olduğu dünyaya bəyan eləyəcək. Haqlı ola insan desə ki, mən haqsızam, gör səni mübahisədə, bir məsələdə, təbii ki, elə yerlər var ki, orada başqa məsələdir. Onu insan tutmalıdır. Desə ki, mən haqsızam, gör Allah Teala necə səni haqlı çıxarır. Orada deyir ki, bəs Allaha inanmamısan, deyir, özün girişmirsən haqlılığını sübut eləməyə, özün başlamısan işləri həll eləməyə, Allah Teala da buraxıb səni öz başına. Deyir, get həll elə. Məni ki, buraxmadın işin içinə, indi get özün həll elə. Get sübut elə haqlılığı. Bir nəfər yazırlar, gəldi İmam Sadiq əleyhissalamın yanına, dedi ki, ya Yəbnə Rəsulillah, Əhvazdan gəlmişəm. Mən vergilərlə bağlı istəyirəm, sizə müraciət edin. Vergilər çoxdur, mənim də qazancım azdır, o vergiləri mən ödəyə bilmirəm. Buyur, vergi çoxdur. Mənə də vazım olduğundan çox vergi yazıblar. Əhvazın hakimi sizi sevənlərdəndir, sizi qəbul edənlərdən də eşitmişəm. Məktub yazın ona, mənə kömək eləsin. İmam götürdü, bir dənə məktub yazdı. Bismillahirrahmanirrahim.
Surra əxaq, yasurrukallah və salam. Bir daha belə bir məktub yazdı. Bismillahirrahmanirrahim. Qardaşımı sevindir ki, Allah da səni sevindirsin. Bir dənə belə ayə yazdı. Və salam. Bir dənə cümlə. Gəlir sonra vəziyyətin başa düşür, nə oldu? Məsələn, deyir ki, ağa, təşəkkür edirəm, o adam azaldıldı. Deyir, Həzrət İmam Sadiq Əleyhisselam sevindi. Deyir, o sənə yox, Allaha və Peyğəmbərə yaxşılıq eləyib. Elə bilirsən, sənə yaxşılıq eləyib, sənə yox, Allaha və Peyğəmbərə yaxşılıq eləyib. Görürsən ki, oğula yaxşılıq eləyəndə ata sevinər. Bunlar da bizim atalarımızdır da. Ona yaxşılıq elədi, o da sevindi. Deyirsən, bir dənə möminə yaxşılıq elə, Allahın dininə kömək elə, yardım elə. Həzrəti zamanı imamını sevindirirsən. Ən rahat müamilədir bu. Ən gözəl müamilədir bu. İstəyirsənsə elə eləmək, İmam Zaman Aleyhisselamla belə deyə, onu sevindirmək istəyən, müamilə eləmək istəyən, ən gözəl müamilə budur. Deyir, özü dua eləsin səni. Nə ehtiyacın var, sənin kiminsə, bizim daha doğrusu deyir, ondan sonra dua eləyəndən sonra sənin nə ehtiyacın var kiminsə təşəkkürünə. Bir zamanı imamının qarşısında dəqiq hesab kitabı gedir, hər bir şeyin. Yazırlar, tüm axşamı günü, axşam nami əməllər təqdim olunur, baxar. Günah əhli olanları dua eləyər, ilahi. Bu bizi sevənlərdən deyil, lakin günahkar olub, bunun günahlarını bağışla və bir daha buna elə iman, qüdrət verir ki, o günaha qayıdmasın. Savab işləyənlər üçün də dua eləyər. İlahi, həmd olsun. Bu da bizi sevənlərdəndir. Bu savab işini, bu yaxşı əməlini biraz da artıq elə. Qüdrət verir ki, bunu davamlı eləsin. Həzrət Əleyhisselam bir dənə hədisi var. Buyurur ki, Allaha doğru ilk birinci addım insanların haqqına riayət eləməkdir. İnnə rabbəkə ləbil mirsad. Quranda belə bir ayə var. Quranda ayə var. Allah Teala buyurur ki, sənin Rəbbin pusquda dayanıb. Maraqlı bir sözdür. Sənin Rəbbin pusquda dayanıb. Mirsad, pusquya deyirlər. Deyirlər, qiyamətdə bir dənə döngə var. Orada insanların haqları haqqında soruşulacaq. O döngüdə insanların haqları haqqında sual-cavab olacaq, haqlar barəsində. Deyir, ən çətin an budur ki, əlini qaldıracaqlar, deyəcəklər ki, kimin bundan nə tələbi var, gəlsin. O döngədə ən çətin var. Qaldıracaqlar, məsələn, mənim, sənin, onun, insanlardan kiminsə, təbii ki, hamının başına gələr. Qaldıracaqlar, ən çətin vaxt odur, bax. Ki, kimin bundan tələbi var, gəlsin. Deyir, yazırlar ki, onda insan yerin altına girmək istəyəcək. Qeybətlərimizin hesabını cəmaat istəyəcək. Danışdığımız sözlərin hesabını istəyəcəklər. Qəlb sındırmış olan insanlar həmin o qəlb sınıqlıqların cavabını istəyəcəklər, hesabını istəyəcəklər, hamısını istəyəcəklər. Bir arif var idi, dedi ki, oğluna nəsihət edir, dedi ki, Allah ərhəmər rahimindir, oğlum. Oğluna deyir. Deyir, Allahla öz hesabın asan olacaq. Allah öz haqqından tez keçəndir, çünki ərhəmər rahimindir. Amma cəmaat ərhəmər rahimin deyil. Yaxşı sözdür ya. Deyir, Allah ərhəmər rahimindir, bunu dəqiq bilirsən. Çünki Allah özü buyurur ki, mən ərhəmər rahiminəm. Onunla hesab, o haqqından keçəcək. Yer olacaq ki, deyəcək ki, bu mənim haqqım deyildi, bəndən bağışladım səni. Mənə daha yaraşan elə oldu da bağışlamaq. Hə?
Mən Ərhəmər Rahiməm keçdimdir. Allah Ərhəmər Rahimindir. Onunla haqq hesab asan olacaq. Amma cəmaat Ərhəmər Rahimin deyil. Cəmaat rəhimlərin rəhimlisi deyil. Cəmaat səndən haqqını istəyəcəklər. Ona görə cəmaatla davrananda diqqətli ol. O budur. Peyğəmbərə gəlir sual verirlər. Peyğəmbər deyir ki, daha doğrusu Peyğəmbər soruşur ki, müflis kimə deyirlər? Müflis. Dedilər ki, ya Rəsulallah, malı əlindən çıxan insana müflis deyərlər. Malı heç nəyə qalmadı, müflis. Çıxana deyirlər ki, müflis. Dedi, yox. Müflis o adamdır ki, savabı dolu dəftərlə gələr qiyamət günü, doldurub, dəftər doludur savabla. Qiyamət günü gələr, dəftər doludur. Cəmaata vurduğu ziyanların əvəzində bir-bir oradan çıxarlar. Müflis baba adamdır. Müflis o adamdır ki, yığıb, gəlir orada bir-bir tələb eləyirlər, bu da verir. Filan şey, burada verə bilmir axı. Məsəl üçün, burada indi 15 manat birinə borcu var idi, vermədi. Orada deyir ki, tələb eləyir onu. Nə verim orada? Deyirəm, savabından biraz ver də mənə. O gəlir, bu gəlir, o gəlir, bu gəlir. Baxır, deyir, müflis o adamdır ki, savab dolu dəftərlə gələr, axırda əlində bir şey qalmıyor. Axırda qala əli boş qiyamət səhrasında. Əsl müflis adam deyir, bu adamdır. Budur. Allah Taala'ya and verə, izzət və cəlalı xatirinə. Allah Taala bizləri həqiqi iman əhlindən qərar versin inşallah. Allah Taala insanlarla davranışımızda diqqətli olmağı bizlərə nəsib eləsin inşallah. Bir iki kəlmədə bu günlər həm də bizim əziz şəhidlərimizin günləridir. Allah Taala Quran-ı Kərimdə bir ayə var, buyurur ki, İnna fətəhnə həqiqətən biz sənə açıq aydın fəth, zəfər belə deyək, bəxş elədik. Allah Taala bu zəfər günündə bizlərə zəfər qazandıran şəhidlərimiz var, qazilərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Taala qazilərimizə inşallah o qazilik məqamını əldə saxlamağa güc və qüdrət versin inşallah. Allah Taala böyük bir məqam verib, şəhidlik haqqında hər zaman danışmışıq. İstər bu kürsüdən, istər başqa yerlərdə, digər ruhanilər hər biri danışıb. Zəfər günü əslində elə həmin o şəhidlərin günüdür. Çünki onlar təkcə, həmişə mən bunu deyirəm, torpağı yox, vətəni yox, onunla yanaşı həyatı da Yezid xislətli insanların, təcavüzkar insanların əlindən xilas eləyib, biz insanlara bəxş elədilər. Çünki bizim tariximiz boyu 20 yanvar hadisələrində, Neftçalada 25 yanvar hadisələri, 31 mart soyqırım günü, Xocalı soyqırımında, Sumqayıt hadisələri 88-ci illərdən insanların yaşamaq hüququnu əlindən almışdılar, təcavüz eləmişdilər. Həmin o şəhidlər insanlara həmin o yaşamaq hüququnu qaytardılar yenidən. Allah həmd və sənalar olsun. Allah Taala həmin o şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur eləsin. Həzrət Peyğəmbərlə məhşur eləsin. Xanım Zəhra, Fatimə Zəhra salamullah aleyhanın şəhadət günləridir. İnşallah xanımın da Allah Taala bizlərə şəfaətini inşallah nəsib eləsin. İnşallah balası İmam-ı-Zaman əleyhissalam tezi ilə zühur eləsin, sağ-ı salamat zühur eləsin. Onun da o gizli qalmış qəbrini bizə nişan versin ki, biz də onu, xanımı layiqin şəkildə ziyarət eləyə bilək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və Muhammed. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Bədvaris o bivarislər dünyasını dəyişmiş alimlər, abidlər, şəhidlər, siddiqlər,
ruhları şad, salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed və cil. Məscid mənbər inşa eləyənlər, məxsusən bu məscidi mənbər inşa eləyib haqq dünyasında olanlar var, istirahət ruhları haqqında salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed və cil faracə. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamü ala Resulillahil amin. Habibi ilahina ve tabibi nufusina bil Qasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ala Muhammed. Ve ala Aliyin emiril mu'minin ve ala Fatımet'e Zahra ve ala Hasani vel Hüseyin ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Qaimil Mahdi. Allahümme salli ala Muhammed ve ala Muhammed. Allahümme salli ala cemil enbiyai vel mursalin ve şühedai ve sıddıqin. Allahümme gfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el ahyai minkum vel enbat. Usikum ve nefsi bi təqvallah. Sizi və özümü ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Dedik ki, xanım Fatimə Zəhra salamullah aleyhanın şəhadət günləridir. Elə ikinci xütbəni istəyirəm xanıma həsr eləyək. Ən mühüm dini mərasimlərindən, dini məclislərdən, dini tədbirlərdən biri Əyyam-ı Fatimiyyə məclisləridir, günləridir. Hesab edirəm ki, olduqca çox mühüm bir mərasimlərdir bu mərasimlər. Xanım Zəhranın şəhadət məclisləri. Xanım Fatimə Zəhra salamullah aleyha haqqında çox sözlər danışmaq olar. Amma onun şəxsiyyətinə gəlib çatanda bir şey xüsusilə nəzərə çarpır ki, o bizdən gizlidir. Biyaqlarda dedi ki, qəbri gizlindədir. Onun ümumiyyətlə şəxsiyyəti, onun o, belə deyək, məqamı, ucalığı tam olaraq, belə deyək, bildirilməyib. Bizdən gizlidir. Qadınlar, ümumiyyətlə qadınların fəziləti, qadınların xidməti həmişə örtülüdür kişilərə nisbətən. Məsələn, bir dənə evdar xanımdır, evdədir, evdə oturub, başını aşağı salıb, məsəl üçün, övlad tərbiyə eləyir. Həmin övlad səhər böyüyür, məsələn, alim olur, şəhid olur, şan şöhrət tapır, bütün dünya tanıyır o övladı. Amma onu böyüdən ana kölgədə qalır. Onu böyüdən ana kölgədə qalır. Ana hansı zəhmətlər bahasına belə bir övlad tərbiyə elədi, cəmiyyətə təqdim elədi, onu heç kəs bilmir. Bilirsiniz, ümumiyyətlə qadının gözəlliyi müəyyən qədər gizliliyindədir. Hanımın gözəlliyi müəyyən qədər gizliliyindədir, gizli qalmasındadır. Hicab bilirsiniz də, hicabın şər'i hökmləri var, səbəbləri var ki, niyə görə hicab lazımdır, vacibdir, örtünmə ümumiyyətlə niyə görədir, ictimai cəhətdən nə üçündür bunlar? Hicabın bir də irfani tərəfi var. Hicabın irfani tərəfi bundan ibarətdir ki, hicab zatən qadına xas olan gizliliyin ifadəsidir. Qadına gizliliyi xas olan bir xüsusiyyətdir. Hicab da qadına xas olan gizliliyin, belə deyək, ifadəsidir, göstərgisidir. Qadın zatən fəzilət baxımından gizlidir kişiyə nisbətən. Qadın bütün fəzilətlərini üzə çıxarda bilmir. Həmişə pərdə arxasında qalır. Amma mən deyərdim ki, kişidən böyük bir missiyası var xanımın. Kişiyə nisbətən xanım daha çox böyük bir, belə deyək, missiya icra eləyir. Niyə görə? Çünki qadının işində ixlas çox olur. Qadının işində ixlas çox olur. Qadının işində səmimiyyət çox olur. Fədakarlıq çox olur. Kişi üzdə görünən tərəfdir. Hansısa məsəl üçün bir dənə işi görür, əvəzində
Məsəl üçün əvəzini də alır. Cəmiyyət tərəfindən tanınır, cəmiyyət ona belə deyək, təriflər yağdırır, cəmiyyət bilir ki, bu kimdir, nəçidir. Ona görə kişi üzdə görünən tərəfdir. Amma fədakar xanımlar, fədakar analar, o dahi insanları tərbiyə eləyən, bəşəriyyətə xidmət eləyən insanları tərbiyə eləyən analar həmişə gizlidir. Gözlərdən gizlindədir. Onların fəziləti tanınmır. Növbə məsumlara da çatanda bu cürdür. Bəli, bütün məsumların belə deyək, fəzilətləri bizdən gizlidir. Amma Həzrət Fatimə salamullahi əleyhanın fəziləti hamısından daha çox gizlindədir. Daha çox gizlidir. Onun məqamını dərk eləmək çox çətindir və olduqca çətindir. İmam Sadiq əleyhissalam buyurur ki, kim Fatiməni tanısa, Qədr gecəsini tanıyır. Kim nənəmiz, anamız Fatiməni dərk eləsə, sanki Qədr gecəsini dərk eləmişdir. Bu, təəccübləndirən bir sözdür. İnsanı heyrətə salan bir hədislərdən biridir. Qədr gecəsi bilinmir də nə vaxtdır, hansı gecədir. Deyir ki, xanım Fatimə Zəhra salamullah əleyha və Qədr gecəsinin fəziləti də bilinmir. Fikir verirsiniz, buyurur ki, وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Sən nə bilirsən ki, nədir Qədr gecəsi? Gətirir həmin o sözü İmam Sadiq əleyhissalam xanım Fatimə Zəhranın barəsində deyir. İmam Sadiq əleyhissalam Qədr gecəsi ilə xanım Fatiməni müqayisə eləyir, yan-yana qoyur. Deyir, Qədr gecəsi kimidir xanım Fatimə? Fikir verirsiniz, şəhadəti də bilinmir, 20 gün deyirlər də, dəqiq şəhadəti də bilinmir, məzarı da bilinmir, fəziləti də bilinmir. Fəziləti də bilinmir. Bu bilinməməzlikdə nəsə var, bu gizlilikdə nəsə var. Həzrət Fatimənin xüsusi bir lütfü var insanlara. Alimlərdən biri deyirdi, böyük alimlərdən biri idi, deyirdi ki, mən hacətlərimin hamısını saxlayıram il ərzində, nə ki hacətim var. Xanım Zəhranın şəhadət günlərinə, şəhadət gecəsində onları bir-bir Allahdan istəyirəm. Xüsusi olaraq Allahın rəhmət nəzəri yer üzünə şamil olur Əyyam-ı Fatimiyyə günlərində. Və mən deyərdim ki, İmam Zaman əleyhissalamın Əccül Fərəcahın tanınması məhz anası xanım Fatimə Zəhranın Fatimiyyəsinin tanınmasıyladır. Fatimiyyəsinin tanınmasıyladır. Bilirsiniz, bir mübarizədir. Bir ananın başlatdığı mübarizədir ki, qaynağında eşq, mərhəmət, məhəbbət dayanır. Bugün bizim dinimizi bu şəkildə tanıtdırmağa çox ehtiyacı var. Dinin, belə deyək, zorakılıqda ittiham olunduğu bir zamanda, din ki, belə deyək, zorakılıqla tanıtdırılır bəzi yerlərdə cəmiyyətlərə, insanlara, terrorizm kimi tanıtdırılır bəzi yerlərdə İslam dini xüsusilə. Bu zamanda dinin xanım Fatimə Zəhra salamullah əleyhanın simasında eşq, məhəbbət və mərhəmətdən qaynaqlandığını tanıtdırmağa ehtiyac var. Bilmirəm, başa sala bildim, yoxsa yox. İslamın bir zoraki bir din kimi təqdim olunduğu bir zamanda Fatimiyyə böyük bir əməldir ki, dini eşq müstəvisində təqdim eləyəsən. Fatimiyyədə bir dənə atifə var, ana mərhəməti var, ana fəryadı var, zülmə qarşı etiraz var. Amma məhəbbətdən qaynaqlanan etiraz var. Eşqdən qaynaqlanan, baş verən bir etirazdır. Həzrət Fatimə salamullah əleyha öz zamanında baş verən proseslərin müqabilində dəqiq və ayıq bir mövqe tutur. Dəqiq və ayıq bir mövqe tutur. Deyirlər ki, imamətin, vilayətin ilk Peyğəmbər nəslindən olan, Peyğəmbərdən sonraki imamət gəldi, vilayət gəldi. Vilayətin ilk şəhidəsi xanım Fatimə Zəhra salamullah əleyhadır.
Həqiqətən də belədir. Həzrət Əlinin deyə bilmədiyini, eləyə bilmədiyini Həzrət xanım Fatimə Zəhra salamullahi aleyha elədi. Ona görə deyildi ki, xanım Fatimə mənəvi işlərdə mənə dayaqdır, köməkçidir mənə, Həzrət Əleyhisselam deyirdi. O müxaliflər ki var idi, Həzrət Əleyhisselam istəyirdilər ki, məğlub eləsinlər, onlar hər şeyi hesablamışdılar. Hər şeyi hesablamışdılar. Xanım Fatimə Zəhra salamullahi əleyhanın meydana çıxacağını amma hesablamamışdılar. Hər şey hesablanmışdı, hesab kitab olmuşdu. Və Həzrət Əli əleyhissalamın məğlubiyyətinə hesablanmışdı. Bir dənə xanım Fatimə Zəhra salamullahi əleyhanın meydanda olmağını onlar qaçırmışdılar. Təbii ki, burada Allahın bir lütfü və nəzəri var idi. Bu məsələdə onların hesablamaları səhv çıxdı. Onlar düşünmədilər ki, Həzrət Fatimə bu qədər fəal meydana çıxar ki, Həzrət Əli əleyhissalam qalar pərdə arxasında. Ona görə çox əsəbləşdilər. Həzrət Fatiməni görəndə çox əsəbləşdilər. Hətta bir neçə yerdə hörmətsizliklər də elədilər Həzrət Zəhraya qarşı. Həzrət Fatimə eşq müstəvisində, məhəbbət müstəvisində dəyər savaşı aparırdı. Dəyər savaşı aparırdı. Onun çıxışlarına bir dənə baxın. Necə dəqiq xarakterizə eləyir. Mədinə cəmiyyətinin necə dəqiq diaqnozunu qoyur onun çıxışları. Mədinə cəmiyyətini necə dəqiq tanıtdırır. Tarix baxırsan çıxışları xarakterizə eləyir ki, o yerdə olan cəmaatın xarakteri, xüsusiyyətini xanım Fatimə Zəhra salamullahi aleyhanın çıxışları üzə çıxardır. Ki, bunlar necə idilər? Xarakterizə eləyir danışıqları. Necə dəqiq nöqtələrə toxunur. Deyir, ey batil sözə tez tələsən cəmaat. Ey batil sözə tez tələsən cəmaat. Gör, nə qədər batil sözə tələsmək bir cəmiyyətin ən mənfi xüsusiyyətlərindən biridir. Xanım Fatimə dilinə gətirir. Ey batil sözə tez tələsən cəmaat. Bilirsiniz, şaiyə uymaq, əsassız məlumata istinad eləmək günümüzdə də var belə şeylər. Tutarlı sözü, ağıllı sözü qəbul eləmir, əsassız sözü istinad mənbəyi kimi göstərir. Bu, həmin cəmiyyətin, həmin insanların orada olan cəmaatın xəstəliyindən xəbər verir. Bir cəmiyyət ki, batil sözə meyillidir, o Mədinə cəmiyyəti misalındadır. O cəmiyyətdə Allahın dostu qərib olur. O cəmiyyətdə Allahın höccəti qərib olur. O cəmiyyətdə Allahın insanlara seçdiyi rəhbər qərib olur. Xoşlayır ki, o cəmiyyət səhv sözü təsdiq eləsin, əsassız olsun. Deyir ki, yazıblar da filan yerdə. Burada dəlil, başlayırsan dəlil gətirməyə, məntiq gətirirsən, ayə gətirirsən, hədis gətirirsən, qəbul eləmir. Deyir, orada filan saytda filan şey yazıblar. Onun üçün ən dəyərli şey, söz o əsassız sözdür. Görün, cəmiyyətə xitabən nə söz, nə istifadə edir Həzrəti xanım Fatimə. Deyir, ey batil sözə tələsən cəmaat. Batil sözü tez təsdiq edən cəmaat çıxış eləyir və sonradan çıxışından sonra müxaliflər deyir ki, cəmaat nə desə, mən onu eləyəcəm. Danışır xanım Fatimə Zəhra salamullahi aleyha, müxaliflər deyirlər ki, cəmaatın rəyinə buraxırıq. Bu məsələni cəmaatın rəyinə buraxırıq. Bilirsiniz, Fədəkiyyə xütbəsindən söhbət gedir orada. Kimindir? Həzrəti Peyğəmbər həqiqətən xanım Fatimiyə verib. Dəlil gətirirlər axı, Peyğəmbər irs aparmaz, o cür belə məsələlər.
Müxaliflər deyirlər ki, cəmaat nədirsə, bu söhbətdən sonra nə rəy versə, onu eləyəcəyik. Həzrət Fatimə deyir, çıxışını kəsir, cəmaata baxır, deyir ki, nə deyirsiniz? Sözünüz nədir? Yazırlar ki, hamısı başını aşağı salır. Dillənmirlər. Heç kim dillənmir. Orada olanların heç biri dillənmir. Deyir, dillənməyəndə cəmaat, Peyğəmbərin xanımı da onların içərisində olur, Ümmü Sələmə. Sərt danışır, başlayır çıxış eləməyə. Deyir ki, cəmaat, sizə bu sözü deyən adi adam deyil, bu Fatimədir. Bu Fatimədir. Peyğəmbərin qızıdır. Bunun çağırışına siz cavab vermirsiniz. Yazırlar ki, çox qərib şəkildə, məzlumanə halda qayıdır evə. Heç kim cavab vermir. Heç kim xanım Fatimə Zəhra salamullahi aleyhanın çağırışına cavab vermir. Qayıdır evə, görür Həzrət Əleyhisselam oturub evin bir küncündə, baxır, deyir ki, ya Əbəl Həsən, xəbərin yoxdur ki, məsciddə məni bugün xar elədilər insanlar. Mən onlara müraciət elədim. Məni dəstəksiz, köməksiz qoydular. Həzrət Fatimə dinc şəraitdə öz mesajlarını cəmiyyətə çatdırdı. Və indi adam açıb vərəqləyib oxuyanda, tarixə nəzər salanda görür ki, bu mübarizə nə qədər aktual bir məsələ imiş. Bu bir din daxilində olan mübarizə deyil. Ümumbəşəri müstəvidə olan bir mübarizədir. Zaman çatıb ki, Fatimiyyəni dünya müstəvisinə çıxardaq. Ümumiyyətlə, biz dəyərlərimizi din daxilində yox, din daxili yox, ümumbəşəri bir dəyər kimi təqdim eləməliyik. Bu çox vacib olan bir məsələdir. Bizim hansı gündə olursa olsun, söhbətlərimiz dünyanın harasında olursa olsun, hansı millətə aid olursa olsun, həmin insanlar üçün bu məsələ aktual olmalıdır. Ümumbəşəri bir müstəvidə olmalıdır. Çünki bu iki xəlifənin xilafət üstündə olan mübarizəsi deyildi. Bu davada Həzrət Fatimə haqq yolunda nəyi var xərclədi? Hər şeyin xərclədi. Yazırlar, bir yerdə yazırlar, mən çıxdım, eşitmişəm də ruhanilərdən. Deyir ki, Həzrət Əleyhisselam ki, gəldi, daha doğrusu seçilməli idi, gecə ilə qapı-qapı döydülər, qapı-qapı gəzdilər. Xanım Fatimə ilə qapı-qapı gəzdilər. Bəziləri cavab vermədi, çıxmadılar qapıya. Bəziləri çıxdılar, dedi, gedin səhər gələcəyik. Gözlədi Həzrət Əleyhisselam, gördü ki, heç kim gəlmədi. Tək qaldı. Bu məsələni bir gün məclislərin birində Muaviyyə dedi Həzrət Əleyhisselam. Dedi, sən o deyirsən ki, bir Mədinə cəmaatın qapısını gəzdin, döydün, heç kim çıxmadı. Həzrət Əleyhisselam da yaxşı cavab edir, o mənim günahım deyil, o mənim üçün eyib deyil ki, o cəmiyyətin eybidir ki, Allahın höccətini tək qoydular. O cəmiyyətin xəstəliyindən xəbər verirdi ki, Allahın höccəti onların arasında qərib oldu. Onu mənə eyib tutursan ki, mən getdim, qapı döydüm, heç kim mənə cavab vermədi, bunu mənə eyib bilirsən, bu mənim eybim deyil. Bu, həmin o cəmiyyətin zəifliyindən xəbər verir, düşüncəsinin qıtlığından xəbər verir ki, o cəmiyyət Allahın vəlisini tək qoydu. Bu bundandır. Bir yerdə yazır ki, niyə görə xanım Fatimənin adı Fatimədir? Buyurur ki, niyə onun adı Fatimədir? Peyğəmbər buyurur ki, Fatimə yəni ayrılmış, qopmuş. Buyurur ki, Li'annallah təbarək və təala fətəməhə və muhibbihə anin-nar. Allah onun adını ona görə Fatimə qoydu ki, onun özünü və sevənlərini cəhənnəm odundan o ayırar.
Kim ki xanım Fatiməni sevsə, onun özünü, yəni xanım Fatimənin Allah Teala özünü və onu sevənləri cəhənnəm odundan Allah Teala ayırıb. Yəni onun sevgisi meyardır, onun məhəbbəti meyardır. Belə yox, o sevirəm, amma onun haqqına girənləri də sevirəm, elə yox. Belə sevgi olmur. Bir halda ki, bütün hamı qəbul edir. Peyğəmbər buyurur, kim onu incitsə, məni incidib. Kim onu qəzəbləndirsə, məni qəzəbləndirib. Məni qəzəbləndirən Allah'a qəzəbləndirib. Bunu Peyğəmbər buyurub və hamı da bunu qəbul eləyib. Hər yerdə bu yazılıb, bid'atu minni. O mənim yarımdır. Yəni, Peyğəmbər deyir ki, 2 hissəyə bölsüz, yarısı Fatimədir. O mənim bir hissəmdir, bir parçamdır, ayrılmış. Yəni, xanım Fatimə kişi olsaydı, olardı Peyğəmbər. Peyğəmbər xanım olsaydı, olardı Fatimə. Və bu mənadadır. O mənim bir parçamdır. O hələ dünyaya gəlməmiş, mənəviyyət aləmində məndən qopub. O nur halında olanda məndən qopub və o mənim bir parçamdır. Bu mənadadır. Bid'atu minni bu deməkdir. Allah'ın və izzət və cəlalı xatirinə Allah Teala xanım Fatimə Zəhra salamullah aleyhanın inşallah ki şəfaətini bizlərə nəsib eləsin. Allah Teala onun belə deyək, cəmiyyətə verdiyi mesajları Allah Teala dərk eləməyi bizlərə nəsib eləsin inşallah. Allah Teala balası İmam-ı Zaman əleyhissalamın gəlişini təcil eləsin. Gəlişini sağ salamat eləsin inşallah. Allah Teala xanım Fatimə Zəhra salamullah aleyhanın İmam Zaman əleyhissalamın gəlişi ilə o gizli qalan qəbrini nişan versin. Allah Teala onun bu dünyada ziyarətini də bizlərə nəsib eləsin. Allah Teala bizi daim haqq yolunda, Allah yolunda, Peyğəmbərin yolunda, onun əhl-i beytinin yolunda sabit qədəm qərar versin inşallah. İnşallah Allah sizlərdən də razı olsun. Allah Teala bu günləri bizlərdən qəbul eləsin. Xəstələr var, mərizlər var. Allah Teala onlara da şifa-i acil mərhəmət eləsin. Bu günləri bir şəhid anamız da dünyasını dəyişib Banka qəsəbəsindən. Şəhid Mahirin anası. Allah anamızda qəriqi rəhmət eləsin. Eyni zamanda şəhidlərimizin də anım günləridir. Bugünkü gün, sabahki günlər şəhid Xəyyamın anım günü idi. Bundan əvvəl biz oradaydıq. Allah şəhidimizin də ruhunu şad eləsin. Sabahki gündə şəhid Natiqin, eyni zamanda şəhid Ağsadığın Külqarabucaqdan olan şəhidimizin anım günləri olacaq. Allah onların da ruhlarını şad eləsin. Allah Natiq qardaşımızın atası İltifat əmi də dünyasını dəyişmə, onu da qəriqi rəhmət eləsin. Allah Teala inşallah balasının şəfaətini əmiyə nəsib eləsin inşallah. Allah zəfər gününü bizə bəxş elədi. Həmd olsun Allaha və o insanların ki, orada qanı töküldü, şəhid oldular, şəhidlik mərtəbəsinə uzaldılar. O insanlar ki, qazi oldular, qazilərimizə Allah Teala can sağlığı, şəhidlərimizin isə məqamı ucadır, daha da uca qərar versin. Allah onları Kərbəla şəhidləri ilə, Həzrət Peyğəmbərimizlə qiyamətin günü inşallah məhşur eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Sələvat zikr eləyək. Allahümmə salli alə